Hekayənin adı Eşşəyin itməkliyi. Yazar Cəlil Məmmədquluzadə. Səsləndirir Leyla Şərifi. Hazırlayan Səccad Müslimi. Axağımızın adresi Dastanca. Xudayar bəy arvadının saçlarını sağ əlinə dolayıb, evi o yana sürüyürdü, bu yana sürüyürdü. Həmin dəqiqə Allah öz qüdrətindən Qasıməlini yetirdi. Qasıməli tez qaçıb arvadı Xudayar bəyin əlindən alıb başladı onu, yəni arvadı məzəmmət eləməyə. Səninki canın budur, axı düz tərpəşdə bacı. Axı sən niyə ərinin işlərinə qarışırsan ki, başına bu oyun gəlsin? Dicet, aldım payını, çağır dayını. Arvad başına çırpa-çırpa evdən qaçıb çıxdı eşiyə. Xudayar bəy arvadının dalınca yaman deyə-deyə çəkildi oturduğu öz yerində və üzünü tutdu Qasıməliyə. Qasıməli, balam, bu dava sənin üstə olub. Mən Muradquluya dedim, gəlib səni çağırsın, gəlmədi. Mən də durub onu döyəndə bu mərəkə başladı. Qasıməli gəlib durdu Xudayar bəyin lap qabağında. Bir əlində zoğal ağacı, bir əlində çörək dürməyi. Xudayar bəyin sözünə bu cür cavab verdi. Niyə rəhmətliyin oğlu? Əvvəla budur ki, sən axı özün bilirdin ki, mən gələcəyəm. Gündüz sənə demədim gecə gələrəm söhbət elərik və bir də ki, görək Muradqulunun vəkili sənsən ya anasıdır. Uşağı ata döyər də, söyər də. Ananın nə borcudur ata ilə övladın işinə qarışsın? Xeyr, sənin arvadın pis dolanır. Mən axı bilirəm onun dərdi nədir. Bu sözlə Qasıməli bir baxdı Vəliqulunun üzünə, bir daha dedi. Mən bilirəm onun dərdi nədir. Xudayar bəy ancaq indi başa düşdü ki, üzü bir neçə yerdən qanayıb. Arvadının cırnaqları görükür ki, çox iti imiş. Dəsmalla üzünü silə-silə dedi, Qasıməli, yaxşı yerində gəlmisən. Elə bu saat get Vəliqulu gilə anasına de ki, Vəliqulunu qılava tutub qatdı dama. Desən niyə? Ya xeyr, bəlkə soruşmadı, elə belə decinən ki, Xudayar bəyin şikayətinə görə qılava Vəliqulunu tutub qatdı dama və deyir ki, Xudayar bəyi razı eləməyincə ötürməyəcəyəm. Qasıməli əl üstü üz qoydu qapıya səmt və gedə-gedə dedi, baş üstə, əlbəttə belədir, çox yaxşı, bu saat gedim deyim. Qasıməli çıxıb getdi və Xudayar bəy götürdü çubuğu əlinə və Vəliquluya ki, indiyə kimi ayaq üstə idi, izin verdi otursun. Vəliqulu oturdu və Xudayar bəy çubuğu alışdırıb başladı çəkməyi. Qapı yavaşca açıldı və yazığı arvad dinməz söyləməz gəlib oturdu kənardan qızının yanında. Xudayar bəy üzünü tutdu arvadına. Necədir əzizim? Bir də məni təngə gətirərsən? Bir də cızığından çıxarsan? Arvad dinmədi. Xudayar sağ əlini yuxarı qaldırıb başladı. Dədən evindən mənə çox dövlətlər gətirmisən. Biraz da şaxlan mənim üstümə. Nə deyirsən? Sözün nədir? Mən əgər evlənirəm, özüm bilirəm ki, nə səbəbə evlənirəm. Bunu hamı başa düşür ki, mənim fikrim özgədir. Mən ondan ötürü evlənmirəm ki, mənim göylüm arvad xahiş edir. Yox, belə deyil. Mən niyə bu neçə ildə bu cür fikirlərə düşməmişəm? Əgər evlənmək istəsəydim, indiyə kimi evlənmişdim da. Səndən qorxurdum, alaşa ya sənin qohum qardaşlarından. Öz dərdimiz özümüzə bəs deyil, sən də gəlib dərdimizi artırırsan, məlunun qızı məlun. Arvad indiyə kimi bir söz deməyib, sakit və samit qulaq asırdı. Belə məlum oldu Xudayar bəyin məlun qızı deməkliyi arvada kar elədi. Sağ əlini uzadıb barmaqlarının ucunu yerə qoyub cavab verdi. Belə məlun oğlu özünsən, belə it oğlu özünsən. Belə köpək oğlu özünsən, belə qurumsaq oğlu özünsən, nə səsini atmısan başına, ağzına it başı almısan, ağzını təmiz saxla. Vallahi ki, vaqiəni pis görürsən.
Evlənirsən evlən, kim sənə deyir evlənmə? Amma məni də boşa. Dəxi mən gəlib sinnimin bu vaxtında günü davası çəkməyəcəyəm. Yox, məni boşa. Mən dəxi heç vaxt səndə otura bilmərəm. Başım üstə, gözüm üstə. Sözüm nədir? Bu yaxşı sözdür. Elə sabah səni boşaram, heç ürəyini sıxma. Qoy səhər açılsın, səni boşuyum. Baş üstə, baş üstə. Xudayar bəy sözünü deyib qurtardı, amma arvadı bir cavab vermədi. Nə dedi boşa, nə dedi boşama. Arvadın bu cür sakit olmağından elə başa düşmək olardı ki, özü dediyinə peşman oldu. Həqiqətdə arvad artıq peşman oldu Xudayar bəyə boşa sözünü deməkdə. Çünki indiyə kimi, yəni Xudayar bəy evlənmək fikrinə düşəndən bəlkə 100 dəfə arvadı ona deyib məni boşa. Amma indiyədək Xudayar bəy arvadına heç belə cavab verməmişdi. Həmişə boşanmaq sözü ortalığa gələndə Xudayar bəy arvadına hər nə eləsəydi, ya döyəydi, ya söyəydi, heç vaxt deməzdi ki, boşaram. Ancaq bunu deyərdi ki, öləsən də boşamaram səni. Boşuyum, pəs uşaqların necə olsun? Pəs indi ki, Xudayar bəy bu cür cavab verdi, arvadın qəlbinə belə gəldi ki, ey dili qafil, bəlkə də elə doğrudan sabah bu kişi məni boşadı. Onda pəs mən başıma nə günahlayım? Xudayar bəyin arvadı elə xoşbəxt arvadlardan deyil ki, ərlərinə cürət ilə desinlər məni boşa. Bu sözü elə arvad ağzına alıb danışar ki, ya atasına ümidi gələ, ya anasına arxalana, ya qardaşlarını nəzərdə tuta, ya ki öz dövləti və puluna qürrələnə. Xudayar bəyin arvadı bu nemətlərin hamısından binəsibdir. Xudayar bəyin arvadının adı Şərəfdir. Şərəf orta boylu, qara və arıq arvaddır. Yəni göyçək arvad deyil. Yaşı olar 40, bəlkə də biraz artıq. Bəlkə ki, sinni də Xudayar bəydən böyükdür. Şərəf Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskic deyil idi. Amma rüzgar belə gətirdi ki, atası öldü. Sonra anası öldü. 2 qardaşı öldü. Qaldı tək Xudayar bəyin ümidinə. Xudayar bəy də axır vaxta olduğu çatdı. Yəni hörməti artdı və arvadına nisbət özü oldu ağa, arvadı oldu qarabaş. Amma bununla belə Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın. Yain ki, ərinin kötəyinin qabağında durub baxsın. Elə olub ki, bir ağac Xudayar bəy vuranda, birini də Şərəf vurubdu. 2 yumruq Xudayar vuranda, birini də arvadı vurub. Amma bununla belə cinə Xudayar bəydən qorxar. Çünki necə olmuş olsa, cinə Xudayar bəy kişidir. Kişi məlum zatdır ki, arvaddan güclü olar və bir də ki, Xudayar bəyin əlində çətin deyil ki, arvadını boşasın. Xudayar bəy də indiyə kimi ondan ötürü arvadının çirkinliyinə və davalığına dözüb ki, kasıblığı cəhətdə mümkün eləməyib xərc çəkib bir özgə arvad alsın. Şərəf bunu çoxdan başa düşüb. Odur ki, əvvəllər evlənmək söhbəti düşəndə Şərəf bir tikə narahat olub şivən eləməzdi. Çünki bilirdi ki, ərinin bir qəpiyi yoxdur ki, versin saqqıza çeynəsin. Amma indi iş özgə cürdür. İş indi bu cürdür ki, Xudayar bəy istəyir Zeynəbi alsın. Əgər Zeynəb Xudayar bəyə gəlmək xahiş eləsə, dəxi Xudayar bəyə pul lazım deyil. Zeynəbin bu saat 4-5 dəst əcəri paltarı boğçadadır. Həmçinin özünə görə pulu və malı. Şərəf də bundan qorxur ki, Zeynəb istəsə ona, yəni Şərəfə lap yaxşı hərif ola bilər. Söz yoxdur ki, Xudayar bəy Zeynəbi də alandan sonra Zeynəb olacaq xanım. Şərəf olacaq ona qarabaş. Bu da Şərəfə ölümdən bətərdir. Bu səbəblərin hamısına görə Xudayar bəy ki, arvadına dedi sabah səni boşaram, Şərəf artıq peşman oldu ki, ortalığa boşanmaq söhbəti saldı. Pəs bu cəhətdə ərinin sözünün qabağında bir söz danışmadı.
Xudayar bəy durdu ayağa, bir cərnəşdi, əsnədi və Gülsümə dedi ki, gətirib yerini salsın və Vəliqulunun yanına yeriyib onu alçaq səs ilə bu cür nəsihət elədi. Vəliqulu da durdu ayaq üstə, Xudayar bəy ağzını tutdu onun qulağına. Qulaq as Vəliqulu, ağlını yığ başına və mən nə deyirəm ona əməl elə. Əgər istəyirsən ki, mən səndən razı olam və səni qohumluqdan kənar eləməyəm, mən sənə hər nə deyirəm hamısını bir-bir yadında saxla və hamısına əməl elə. İndi bu saat durub gedərsən Qasıməligilə. Gecə yat orada, amma heç kəs sənin orada qalmağını bilməsin. Qasıməliyə mən sabah özüm də tapşırıram, hər kəs soruşsa desin səni qılava dama qatıbdı. Sən qalarsan orada və heç yana çıxmazsan. Ta ki mən özüm yenə hər vaxt lazım olsa, səni çağırıram danışarıq. Bəlkə bir tövrlə o bədyolu yola gətirək. İndi get, get. Vəliqulu çömbəldi, çarıqlarını geysin. Gülsüm də bir tərəfdən bir köhnə döşək salıb, bir-iki köhnə yorğan açdı və köhnə yastıqları gətirib düzüb çəkildi kənara. Vəliqulu çarıqlarını geyib çıxdı getdi. Xudayar bəy soyunub məşğul oldu bitlənməyə çıraq işığında. Bir-iki bit dırnaqları ilə öldürüb uzandı və yorğanı çəkdi üstünə. Qalanlar da hərə bir yanda çəkilib yatdılar. Nə Xudayar bəyin, nə də Şərəfin yuxusu gəlir. Xudayar bəy bir saat qədəri oyaq qalıb və sabahçı günün tədbirini töküb ancaq yuxuladı. Xudayar bəy bu cür tədbir tökdü. Xudayar bəy Zeynəbin xasiyyətinə bələd idi. Yəqin elədi, beləliklə ipə sapa gəlməyəcək. O üzə çöndü, bu üzə çöndü və axırı bir mətləbdə gəldi, dayandı. Xudayar bəyin yadına bir əhvalat düşdü. Bu əhvalat da bu yavıqlarda olmuşdu. Əhvalat bu idi ki, bir-iki ay bundan əqdən bir şəxs gəlir qazinin yanına, deyir ki, Qazi ağa, sənə 2 kəllə qənd verirəm, əgər filan arvadın kəbinini kəssən mənə. Qazi biraz fikirləşib cavab verir ki, axı o arvad xalqın kəbinin arvadıdır. Nə tövr xalqın arvadının kəbinini özgəyə kəsmək olar? Haman şəxs cavab verir ki, Qazi ağa, mən özüm də bilirəm ki, belədir. Pəs sənə mən niyə 2 kəllə qənd verirəm? Ondan ötürü ki, kəllə qəndi verirəm ki, kəbinli arvadı mənə alasan da, yoxsa dul arvadın kəbinini cicim də kəsər. Və bir də Qazi ağa, indi o arvadın əri gedib Kərbəlaya. Kim nə bilsin gəlməyə, gələndən sonra yenə əlinə bir düdük vermək çətin deyil. Bu mətləb Xudayar bəyin yadına düşən kimi öz-özünə dedi ki, çox əcəb, hələ o arvad kəbinli arvad idi. Qazi 2 kəllə qənd alıb haman şəxsin işini düzəltdi. Hələ Zeynəb Allaha şükür dul arvaddır, heç kəbinli də deyil. Pəs belə olan surətdə mən niyə gedib ərzimi Qaziyə deyə bilmirəm? Xeyr, yəqin ki, bu iş bundan savayı özgə cür baş tutmayacaq. Görükür ki, Qazi lotudur və yaxşı adamdır. Allah onun atasına rəhmət eləsin. Görükür ki, dərdməndir. Pəs elə sabah gedim Qazinin yanına. Bu tövr tədbir töküb Xudayar çatda yenə bir yerdə duruxdu və fikrə cumdu. Onun qabağını bir şey kəsirdi. Xudayar bəyin bu saat cibində 7 abbası pulu var idi. Onu da töycü hesabından vermişdilər ona, versin qılavaya. Xudayar bəy bu 7 abbasını indi şəhərə gedib xərcləsə də o qədər ziyan yoxdur. Qılavaya sonra düzəldib verə bilər və bir də qılava nə deyəcək? Qılava onun dədəliyi deyil. Çox yaxşı, qoy bu belə olsun, amma 7 abbası ilə iş düzəlməz. Gərəz bir qədər də fikirləşib bunun çarəsini tapdı ki, qabaqca bizə məlum olubdu. Səhər Xudayar bəy yerindən durub boğçadakı geyməsini geyib, təzə börkünü qoyub istədi çıxsın eşiyə. Xudayar bəyin bu tövrü getməyindən əl-üstü arvad uşağı başa düşdü ki, Xudayar bəy şəhərə hazırlaşır. Gülsüm Xudayar bəyin yavığına gəlib soruşdu, Dədə, hara gedirsən? Xudayar bəy qaşqabaq ilə cavab verdi,
Gedirəm şəhərə qazının yanına, gedirəm ananı boşuyam. Xudayar bəy eşiyə çıxan kimi ana və balalar bir elə ağlaşma qalxızdılar ki, güya Xudayar bəyə yas qurublar. O məhəllədə binəva Zeynəbin və uşaqlarının matəmi, bu məhəllədə yazıq Şərəfin və balalarının matəmi. Xudayar bəy üz qoydu Məhəmmədhəsən əminin eşşəyini alıb getsin şəhərə. O məhəllədə də fəqir Məhəmmədhəsən əminin və bütün külfətin matəmi.